Kanalıma ve yeni vloguma her biriniz hoş gelmişsiniz. Sizin için çok maraqlı bir vlog başlatmışam. Yumurta pişiriyor ya. Yumurta. Anne çıkaran yumurtası. Əvvəlcə Alinanı parka apardıq ki, biraz hava alsın. Ondan sonra yoldaşımla birlikdə ikimiz çıxdıq biraz gəzməyə və yemək yedik. Bundan sonra da Manatlıq mağazaya və digər mağazalara getdik. Almarketlərdə endirimlər var idi. İstədim ki, bu endirimlərdən faydalanım, amma istədiyim heç bir şey qalmamışdı. Evə qayıdarkən belə bir mağaza gördük. Bu mağazada toyuq məhsulları satılırdı və belə toyuq içi aldıq. Toyuq ürəyi, ciyəri və pətənək hissəsi idi. Düzdür, ayrı-ayrı qiymətləri var idi, amma məhsulları çox yaxşı idi. Həm təzə idi, həm də nə qoxusu, nə artıq heç bir şeyi yox idi. Və bundan da başlayıram axşam üçün bir yemək hazırlamağa. Burada da başlayıram artıq kartofları soymağa. Mən kartofla bişirdim və gələrkən də biz toyuq almışdıq. Bundan sonra kartofları da bişməyə qoyacağam və başlayıram toyuğu da doğramağa. Kartofları hər zaman biz kub formasında eləyirik. Elə qızartmaq daha asan olur. Bu dəfə isə fikirləşdim ki, uzun formada doğrayım. Mən bu formanı çox sevirəm. Sadəcə belə doğradığımız zaman çox vaxtı kartoflar qırılır. Amma bu dəfə çox yaxşı bişmişdi. Kartofumu qoydum bişməyə və qapağını da azca aralı qoydum ki, həm altı qızarsın, həm də içi bişsin. Bu zaman kartof daha tez bişir. Bundan sonra isə keçirəm artıq toyuğu doğramağa. Toyuğu da iki hissəyə ayırıb atıram buzluğa. Yemək hazırladığımız zaman belə daha asan olur. Yəni həm toyuq yuyulmuş olur, həm də doğranmış. Yemək hazır olduqdan və yemək yedikdən sonra isə biraz işlərim var və başlayacağım sizinlə birlikdə həmin işlərimi görməyə. Kızlar, biz alışveriş etdiyimiz zaman mən sizə göstərə bilmədim. Yoldaşım üçün 2 dənə belə bir köynək almışdıq. Mən bunları yumadım. Əslində paltarı alarkən yumaq lazımdır. Amma fikirləşdim ki, yoldaşım onsuz bir dəfə geyinib bunları atacaq yuyulmağa. Ona görə də gətirdim elə birbaşa ütülədim. Burada aldığımız köynəklər bu və bundan sonra ütüləyəcəyim köynəkdir. Bundan əvvəlkini isə keçən dəfələrdə almışdıq. Sadəcə mən hamısını birlikdə ütülədim ki, hər gün paltar ütüləmək məcburiyyətində qalmayım. Əslində mənim ən sevmədiyim işlərdən biri bir qab silməkdir, bir də paltar ütüləmək. Düzdür, elə vaxt olur ki, sevərək eləyirəm, amma yəni belə vaxt aparan işlər məni yəni çox yorur. Bundansa bütün evi yığışdıraram, amma paltar ütüləmək mənə çox çətin gəlir. Çətin dediyim əslində ən çətin gələn belə paltarları ütüləməkdir ki,
Bir tərəfini ütülüyürsən, bir tərəfi qırışır. Amma 3 köynəyi ütülüyürəm və bitirirəm. Bundan sonra isə sizə aldığım digər məhsulu da göstərirəm. 15 manata 2 dənə belə bir body aldıq. Bunu da LCV 2-dən almışıq. Sonra isə Alina üçün belə bir butulka almışdıq. Bunu da 17 manata səhv etmirəmsə almışıq. 16-17 manata olmalıdır. Və bu formada pipetka formasındadır. Mən özüm bu formada istəyirdim ki, Alina ayaq üstə, yəni oturaq vəziyyətdə də su içə bilsin. Çünki digəri ilə daha çox uzanaraq içirdi. Artıq 1 yaşı var. Yəni fikirləşdim ki, bu formada içə bilər. Bundan sonra isə manatlıq mağazadan 2 manata belə bir qapağa keçirmək üçün belə bir məhsul aldıq. Çox yaxşıdır. Artıq bir dəfə işlətmişəm, sınamışam və çox razı qaldım. Bundan sonra isə biraz Alina ilə oynayırıq. Alina da evin nə vəziyyətə qoyub artıq görürsünüz. Yəni bu hal sizə tanışdı məncə. Uşaqlı analar məni başa düşər. Evimiz niyə dağınıqdır sualının cavabı. Artıq 2 gün sonradır. Həmin günü çox vlog çəkə bilmədim. Buna görə də bir neçə gün sonra da davam edirəm vloguma və istədim ki, bunları da birləşdirim. Paltarlar yuyulmuşdu. Artıq onları asmaq lazım idi. Alina da hər zamanki kimi mənə kömək eləyir.
biraz su və biraz da sirkədən əlavə edirəm suya. Neçə vaxtdır ki, bu sprey qabını almışdım. Bilmirəm, sizə də göstərmişdim, səhv etmirəmsə. Amma hələ də onun içinə sirkəli su hazırlaya bilməmişdim. Nəhayət ki, bugün hazırladım və belə yoxlayıram. Çox yaxşıdır. Əsasən də şüşə üzərində daha yaxşıdır. Əvvəlcə paltar yuyanı ümumiyyətlə belə silmək istədim. Amma gördüm ki, alınmır. Bundan sonra keçdim Fairy-nin salfetkaları ilə silməyə. Əslində daha detaylı bir təmizlik etmək istəyərdim. Sadəcə gördüyünüz kimi yanımda Alina var və buna görə də bu çox da mümkün olmur. Əslində yanımda şampunlu su filan hazırlamaq da istəyərdim. Burada paltaryanın içində gördüyünüz o kənardakı qara ləkələr isə fikirləşirdim ki, çıxacaq, amma çıxmadı. Bununla bağlı nəsə çözümünüz varsa mənə desəz sevinərəm. O qədər sildim, amma yenə də videonu saxladıqdan sonra da silməyə çalışdım. Amma çıxmadı. Və elə paltaryanı silərkən sizə bir şey haqqında da məlumat vermək istəyirəm ki, mən əslində kanalımı bağlamağı düşünürdüm. Bunun səbəbi az izlənmə filan və s. deyil. Tamamilə mənimlə bağlı olan bir problemlərə görə idi. Bilmirəm necə olacaq. Bir neçə ay sonra ümumiyyətlə də bağlaya bilərəm. Amma çəkdiyim zəhmətə keyfim gəlir ki, yəni bu qədər zəhmət çəkmişəm. Artıq 3000 oluruq və mən kanalı bağlamaqdan danışıram. Sizə hələ ki tam olaraq bunun səbəbini və ya tamamilə qayıdıram filan deyə bilməyəcəm. Amma keçən dəfə sizinlə sağollaşmaq istədim ki, vlog paylaşmadığım zaman mən fikir verirdim ki, məni gözləyən izləyicilərim var və istəmirdim ki, səssiz-səmirsiz belə uzaqlaşım və məncə bu sizə qarşı hörmətsizlik olardı. Ona görə də həyatımda demək olar ki, hər anımı sizinlə bölüşdüyüm kimi bunu da sizinlə bölüşmək istədim. Hər birimizin həyatında müxtəlif problemlər olur və hər birimiz də müəyyən bir şəkildə bəzən çox zərbə alsaq da bu problemlərin öhdəsindən gəlirik. Hələ ki vlogları paylaşacağım. Ondan sonra isə nə olacaq hamısını sizinlə də bölüşəcəm. Amma hələ ki bu vlogları izləyin və mənə dəstək olun. İstəmirəm düşünəsiz ki, bunu mən izləyici yığmaq üçün ya da baxış sayımı artırmaq üçün etmişəm. Belə bir fikrim olsaydı, bunu elə bir il əvvəldən edərdim. İndiyə qədər də nə qədər izləyici yığmış olardım. Yəni istəmirəm ki, heç biriniz belə düşünəsiz. Deməli qızlar, 21 günlük bir diyetaya başlayıram. Bugündən artıq kim mənimlə başlamaq istəyirsə bugündən başlayın. Qreçka hazırladım. Qısa video şəklində hər bir şey çəkmişəm. Çox rahat üsulla hazırladım. Heç bir qab çıxmadı, yəni əlavə həmişə soğan filan qovururdum. Amma indi bu formada elədim və yanında da belə bir salat hazırladım. O qısa videodan çalışıram bura bəlkə yerləşdirim, amma yerləşdirməsəm də kanalımda olacaq. Oradan izləyə bilərsiniz. Və bugündən artıq çalışıram ki, çörəyi azaldım. Amma hər zaman mən bunu edirdim. Çörəyi azaldırdım, amma yenə də elə başa qaydırdım. Çünki çörəksiz dayana bilmirəm. Ac oluram, başım çox ağrıyır. Yəni bir yandan da süd vermə. Buna görə də mən bunu davam elətdirə bilmirdim. Amma bugündən qreçka ilə başlayıram. 21 günlük bir diyeta edəcəm. Əslində yemək çox dadlı çıxıb. Bunu mən 2 günlük özüm üçün hazırlamışdım. Amma belə baxıram ki, axşam yoldaşım da bundan yesə, mənə heç nə qalmayacaq. Sabah yenidən hazırlamalı olacağam. Amma çox asan üsulla hazırlanır. Heç gözünüz qorxmasın. Və mən yağ da əlavə edirəm içinə. Bu qəribə gəlməsin sizə. Çünki ancaq dadsız, duzsuz bir diyeta etmək istəmirəm. Və bundan əlavə də çörəyi çalışacağım ki, yalnızca səhər yeyim. Bir müddətdən sonra isə səhər də onu başqa şeylə əvəz edəcəm. Amma birdən-birə heç nə özümə yükləməyəcəm ki, yox, bunu etməlisən. 5 gün müddətində çalışacağım günorta və axşam çörəyi yeməyim ümumiyyətlə. Yeməyimi yeyim, Alina da yatıb. Bir şey demək istəyirəm ki, indi fikirləşə bilərsiniz ki, şirniyyat yeyəcəksənmi bu müddət ərzində? Mən yeyəcəm, çünki şirniyyat yeməsəm, ikisini də bir dəfəlik həyatımdan çıxarsam, mən yenə ən başa qayıdacağam. Buna görə də şirniyyatı hələ ki saxlayıram, yəni yeməyə davam edəcəm.
Amma yəni gündəlik bir dəfə icazə verirəm özümə. 5 gün ərzində belə yoxlayım. 5 gündən sonra şirniyyatı da bəlkə yəni çıxaracağam. Onu da sizin üçün vloqlarımda deyəcəm.